Salam, hər vaxtınız xeyir olsun. Gündəlik Anlar YouTube kanalımın dəyərli izləyiciləri. Kanalımızın bugünkü qonağı Ağstafamızın tanınmış simalarından olan ziyalımız Telman Qəhrəmanovdur. Gəlin birlikdə Telman müəllimlə müsahibə götürək. Salam, hər vaxtınız xeyir Telman müəllim. Xoş gəlmisiniz. Çox sağ olun, varım. Xoş olasınız. Tanınmış ziyalı, ictimai xadim, şair, keçmiş döyüşçü, komandir. Bunlardan hansı Telman müəllimin kimliyini ifadə edir? Əslində mən ixtisasca tikinti işçisiyəm. Müharibə başlayan dövrə qədər 9 il iş icraçısı vəzifəsində işləmişəm. 92-ci ildə müharibə başlayanda artıq hər şeyi Ağstafamızın o mərd oğulları kimi onların sırasında mən də hər şeyi arxa plana qoyub müharibəyə getmişəm. O vaxtı Maksud Aşırov bizim Ağstafamızın cəngəvər oğlanlarından biri ən pis, ən qaynar dövrdə qrat silahını hazırladı Qustar üsulla. Döyüşlərə başladıq, nailiyyətlərimiz oldu. Ondan sonra dövlət bizim bu müharibədə olan hər şeyimizi gördü. Nətər qulluq edirik, düşmənə hansı zərbələr endirik. Və bu səbəbdən də bizim dəstələrimizi böyütdü, bizə qanuni silahlar verdi və mən 97-ci ilə qədər hərbidə qaldım. Ondan sonra hərbidən çıxandan sonra yenə də öz ixtisasım üzrə 13 nömrəli tikinti idarəsinə müdür gəldim. Ondan sonra bizim baş idarə var idi. Ağstafa Tikinti Birliyinin baş direktoru vəzifəsində işlədim. Sonra da yavaş-yavaş, yəni tikinti o vaxt dövrdə tikintilər biraz çətin idi, dolanması yox idi, idarəni saxlamaq mümkün deyildi və o işdən aralandım. Əslində budur. Amma qaldı ki, ifadə məsələsi belədir. Döyüş bizim borcumuz idi. Bir zabit kimi getdim, döyüşdüm. Bəzi burada vəzifələr daşıdım. Qurum komandiri oldum. Batareyanın baş zabiti oldum. Batareya komandiri oldum. Qazax, Ağstafa, Toz, Gədəbəy zonalarında yəni ki, öz sevgimizlə, özümüzün gücümüzlə bu vətənə, bu dövlətə qulluq elədim. Yazı məsələsi, heç kəs yəni ki, şairliyi gedib ixtisas kimi, peşə kimi seçə bilmir. Bu Allahın bir vergisidir. Və bu vergidən əlavə də bir istək var. Mənim yazılarımın hamısı demək olar ki, başdan ayağa elin, ovanın qeyrətli olanlarındandır, vətənpərvər oğlanlardandır, pəhlivanlardır, döyüşçülərdir. Elə axırıncı kitabım biri Qeyrət Yurdum Ağstafam. Bu Ağstafanın 92-94 şəhidlərinə aiddir. Bütün şəhidləri. Orada bizim qazilərimizin də adı var, veteranlarımız da var. Ondan sonra da Qrat Maksudun, yəni bizim yaratdığımız başta Qrat Maksud olmaqla o komandanın döyüş fəaliyyəti haqqında bir kitab yazdım. Yəni bu hamısı bu vətənpərvərlik mövzusudur. Bu da insanın qanuna, iliyinə hopmasa mümkün olan şey deyil. Telman müəllim, siz özünüz bayaqları öncə qeyd elədiniz. Deməli, 1-ci Qarabağ savaşında qazilərimiz, şəhidlərimiz haqqında kitab tərtib eləmişdiniz, çap elətdirmişdiniz. Biz eşitdiyimiz bizə məlumdur ki, 2-ci Qarabağ savaşı 44 günlük Vətən müharibəsinin şəhidlərimiz haqqında da kitab çap olunmalı idi. Amma nədənsə bu belə deyək, ləngiyir. Bunun səbəbi nədir? Bu biraz uzun məsələdir, uzun söhbətdir. Tarixi belədir ki, Qrat Maksud kitabının təqdimatı Heydər Əliyev mərkəzində oldu və o kitabda mən 46 şəhidin bu 2-ci Qarabağ döyüşçülərinin təhcə adlarını, bir də şəkillərini orada verdim və o ailələrdən də bir 15-20 nəfər gəldilər, o tədbirdə iştirak elədilər. Onlara da kitab hədiyyə elədim və Əziz müəllimin rəhbərliyi ilə o vaxt İdman Gənclərin müdiri idi.
Əziz müəllim məsələ qaldırdı ki, indi bax bu şəhidlərimiz haqqında bu kitabda idi, elə belə şəkilləri idi, o kitabın arxasında olan bir şeydi. Bir kitab yazılacaqdı, yazılsın. O da Ağstafamızda indi biraz vallah bu adama şöhrət gətirmir. Elə ən yaxşı bu işi başara bilən Teğman Qəhrəmanovdur. Ona həvalə eləyək, belə deyilədi. Mən də söz verdim. Doğrudan da söz verdim, özü də ürəklə söz verdim. Amma bir şərtim var idi ki, bu işdə bir adamın işi deyil. Hamı kömək eləməlidir. Elə o idarənin özü də sağ olsun, elə Azər müəllim o şəkillərin verilməyində o bizə Azər kömək elədi. Ali xanov Azər, bəli, gözəl Ağstafalımız, vətənpərvər Ağstafalımız. Bu kitabı arxasında vurulan şəkillər ya o kişinin köməyi ilə oldu. Heç bir reaksiya gəlmədi şəhid ailələrinə. Yəni şərt bu idi ki, mən o ailələrə gedə bilmərəm. Yəni biri Sadıqlıda, biri tutaq ki, Kəsəməndə, biri Köçəskərdə, biri Dağ Kəsəməndə bunların hərəsinin evinə bir gün, 2 gün getmək həm fiziki tərəfdən yorar, həm vaxt itkisidir. Ona görə də belə bir məsləhət gördüm ki, hər kəndin yazısı var, yazarı var, müəllimi var, gözəl ədəbiyyat müəllimləri var. Onlar o mövzunu hazırlasın. Mən də bir redaktə eləyim, nəzərdən keçirdim, səhvlərini zad düzəldək, kitab halına hazırlayaq. Bu reaksiya olmadı. Heç kim bu söhbətə cavab vermədi. İkinci dəfə bir yerdə əyləşmişdik, yəni kimlə? Adlarını da deyərəm, Qarabağ Əllərinə Qayğı İctimai Birliyinin sədri Ceyhun Əliyev idi, sonra nəzarətin sədri Teğman Kərimov idi. Ağstafa Səməd Vurğun Parkında oturub çay içəndə Teğman Kərimov dedi ki, Qəhrəmanov, sinif yoldaşıyıq. Əvvəla o dövrdə tutaq ki, biz qıratdaydıqsa da, onlar da pexotadaydı. Onlar da döyüşlərdə iştirak elədilər, qanlarını, canlarını qoydular. Hamısı vətənpərvər uşaqlardır. Ki, bu şəhidlərimizin də haqqında yazılsın da. Mən yenə də dedim, sözümün üstündəyəm. Yaza bilərəm. Amma şərt budur. Tutaq ki, indi o vaxt 46 idi, indi 64 şəhid var. O şərtimi yenə dedim ki, yəni mən oraya gedib çıxa bilmərəm. O evlərə bir şey də var da, indi gəlin belə təsəvvür eləyək. Mən getmişəm, biraz da qəlbim yuxa, yaşa dolmuşam. Şəhidin anasıyla nətəri söhbət edir. O hissləri keçirdə. Yaxşı, birindən, ikisindən. Hər bir şəhid də o anası üçün, atası üçün nədir? Böyük yanğıdır, böyük dərddir də. Onların hərəsindən bir səsi, bir naləni götürmək çətin olar. Ancaq onların yazısı gəlsi idi, yenə də burada çapdan çıxardardıq, asan idi. Amma buna da cavab verən olmadı. Sonra Ceyhun müəllimdən, Ceyhun Əliyevdən soruşanda ki, bu işin axırı nə oldu, niyə bir cavab vermədilər? Bu heç xoşuma gəlməyən və bu Ağstafamıza heç də şərəf gətirməyən bir söz dedi. Söz nə oldu? Mən o şəhid ailələrinə nəsə verməliyəm, nəsə. Yəni ki, elə açıq, yəni nə pul verməliyəm, nə qədər onlara pul verməliyəm ki, mən bu kitabı yazmaq şərəfinə nail olam. Bu da doğrudan da bir Ağstafalı kimi məni incitdi və bu kitabın yazılmasından imtina elədim. Amma indi söz var, o sözü də siz düzdür, biraz üstündən getdiniz. Teğman söz verdi, əməl eləmədi. Bax, sözün, yəni ki, əsas mayəsi, qayəsi bu oldu ki, sonda istifadəçilik başladı. Yəni ki, buna görə də indi şəhidlər bizim başımızın tacıdır. Hər şəhid bizimdir. Yəni, başqa elə bir söz yoxdur ki, onlara ad qoyasan. Onların bircə adı var, vətənimizin, xalqımızın simvollarıdır. Amma o simvolların arxasında gizlənib
onların adından istifadə edib biabırçılıq yaratmaq bizim ümumiyyətlə Ağstafamıza, Ağstafalarımıza yaraşmayan bir hərəkət idi. Bax, kitabın yazılmamasının səbəbi budur. Təbii ki, bu deyilənlər hamısı bütün şəhid ailələrinə şamil olunmur. Bu bəziləri yəqin ki bu. Bəziləri yox, nə danışırsınız? Mən bəzilərindən danışıram. Çünki o adlar mən heç bilmirəm, bunlar kimlərdir. Ceyhun da demədim ha, amma dedi ki, bir neçəsi, ikisi mi, üçü mü, bax bu sözü dedilər. Ona görə də indi belə götürək, 64 şəhid, ikisi deyib, üçü deyib. Onun 60'ını yazıb, o ikisinin üçünü yazmamaq hansı məntiqə sığandır, düzgün deyil. Və mən istəyirdim ki, bunlar ruh qardaşlarıdır. Onlar bir kitabın içində olsun. Və elə başa düşürdüm ki, onlar bir kitabın içində olanda, yəni bu özümün bəlkə də fantaziyamdır, bəlkə özümün duyğularım idi ki, bunlar orada söhbət edəcək, onlar bir-birindən dərdini bölüşəcək. Amma onların dərdini bölüşən bəziləri o arada tutaq ki, ayrıcılıq saldılar, bu işdə bizi soyutdular. Yəni ki, o kitab yazılmadı. Sizin əsərlərinizin, şeirlərinizin çoxusu vətənpərvər mövzusundadır. Yəni belə deyək. İnşallah gələcəkdə bizi hansı əsərlərinizdən sevindirəcəksiniz? Planlarınız nədir? Vallahi heç bir planım yoxdur. Çünki bu yazı elə bir işdir ki, bu planla deyil. Mənim tutaq ki, bir neçə əsərlərim var, hələ onlar yarımçıqdır. Bir Felmanam köksümə əkdim dərdimi, tac edib başıma tikdim dərdimi, elə şirin-şirin çəkdim dərdimi, axırda şip-şirin xəstəlik tapdım. Bu şəkər xəstəliyində heç kəsə qismət olmasın, olanlar bilir ki, insanların ruhuna təsir edir. Amma ola da bilər. İndi müalicə zad almışam, ola da bilər. Amma hələ elə bir planda heç nəyim yoxdur. Mənim ümumiyyətlə fikrimdə var idi ki, bu il, yəni bax, bir neçə gündən sonra ayın 19-da, may ayının 19-da 65 illiyim tamamdır, olacaqdır. Ona qədər bu kitabı hazırlayardım, elə təqdimatıyla bir yerdə, o kitaba da, o yazılara da hələlik əlvida deyərdim, sonra da qismət Allahdandır. Yəni, heç kəs bilə bilməz ki, sabah nə olacaq, başına nə işlər gələ bilər. Bu yazı məsələsi də sifarişlə deyil, bu ruh məsələsidir. Tamam, mən sizə təşəkkür edirəm. Allah sizə şəfa versin, Allah sizə can sağlığı versin. Cəmi şəhidlərimizə də Allah rəhmət eləsin. Uğurlarınız həmişə bol olsun. Və təşəkkür edirəm ki, bugünkü müsahibəmizi qəbul elədiniz. Yəni, mən sonunda bizim YouTube kanalımızın izləyicilərinə sizin ürək sözləriniz. Mən ümumiyyətlə Ağstafamıza həmişə bağlı o adamam. Ümumiyyətlə götürəndə millətimə, xalqıma, Azərbaycanıma bağlı adamam. Həmişə arzum budur ki, birinci bayrağımız zirvələrdə dalğalansın. Arzular çoxdur. Onların şübhəsiz ki, hamısına çatmaq olmur. Dünyanın elə bir dövrüdür ki, yəni istədiyimiz çox şeyi özümüzdən asılı olmayaraq əldə eləyə bilmirik. Amma hər halda körpələrimiz xoşbəxt böyüsün, atalı, analı böyüsün. Bir də şəhid xəbəri eşitməyək. Bir də heç bir ana balası üçün ağlamasın. Təşəkkür edirəm. Var olun. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Gündəlik Yanlar YouTube kanalımın dəyərli izləyiciləri, bugünkü müsahibimiz Qarabağ Əlilərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyevdir. Ceyhun müəllim, xoş gəldiniz. Mən istəyirəm ki, Ceyhun müəllim özü barədə, yəni öz fəaliyyəti, yəni döyüş yolu barəsində özü məlumat versin. Özünün dilindən eşitmək bizim üçün daha xoş olardı. Əvvəla salam, hamını salamlayıram. Xoş gördük Aygün xanım sizi də. Xoş gəlmisiniz. İlk öndə mən sizi və sizin kanalınızın əməkdaşlarını hər kəs salamlayıram və onları sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Bəli, 1992-ci ildə Azərbaycan Respublikasının silahlı qüvvələri yaranmamışdan əvvəl könüllü olaraq mən də
hər bir vətəndaş, Azərbaycan vətəndaşı kimi silaha sarılıb, əskər formasında Azərbaycan Respublikası, hətta milli ordu yox idi. Biz könüllü olaraq ordusular dəstələrə bölünərək erməni düşmənlərimizə qarşı Azərbaycan Respublikasını qorumuşuq. Əlimizdən gələn eləmişik. Xidmətimiz olubdur, döyüşlər görmüşük. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər vermişik, əlillər vermişik və gücümüz yetənə kimi Azərbaycan Respublikasını qorumuşuq. Sizlə çiyin-çiyinə döyüşən yoldaşlarınızdan, yəni xatirələrinizdən danışar. Çiyin-çiyinə döyüşən yoldaşlardan Kərimov Telman, o da tabor komandiri olub. Ağstafamızın fəxri. Ağstafamızın 1-ci batalyonun komandiri də kapitan Kərimov Telman olubdur. Və bütün Ağstafalılar ümumiyyətlə Azərbaycan Respublikasının keçid devri idi. Yeni ayrılmışdı Sovetlər Birliyindən. Ordumuz yox idi. İqtisadi inkişaf dayanmışdı. İnsanlar pis vaxtıydı, pis dolanma yox idi. Keçid bir devir idi və inqilabı devir idi. Bir tərəfdən də erməni düşmənləri torpaqlarımızı işğal etməyə çalışırdı. Biz həm Sovetlər Birliyinin Azərbaycanı talan eləməsinin qarşısını alırdıq və bir də erməni düşmənlərinə qarşı mübarizə aparırdıq. Bəllidir ki, bütün Sovetlər Birliyinin nə qədər hərb hissələri Azərbaycanda yerləşirdi və onlar istəyirdi talan edib, Azərbaycana qalan hissəni də götürüb aparmaq istəyirlər. Biz də onların qarşısını alırdıq ki, Azərbaycana qalsın və özümüzün silahlarımız olsun, düşmənə qarşı mübarizə aparaq, döyüşək. Və elə bu minvalla ilk öncə könüllü olduq. Sonra da Azərbaycan Respublikasında milli ordusu yarandı və milli ordunun ilk çağırıcıları biz olduq. Və ordu formasında milli ordunun tərkibinə keçmişik. Əlimizdən gələn eləmişik, döyüşmüşük ki, gələcək nəsil, gələcək balalarımız bu müharibəni görməsin, bu müharibə qutarsın. Ancaq hamı bilirdi ki, biz kim idik? Biz yeni ayrılmış bir respublika, gənc respublika, silahımız o qədər yox, ancaq düşmənin arxasında hamı bilir ki, kimlər dururdu. Biz onlara qarşı mübarizə aparırdıq və döyüşürdük. Döyüşürdük və əlimizdən gələni elədik. Bununla da Allah Ulu Öndərə rəhmət eləsin. Ulu Öndər hakimiyyətə gələndən sonra atəşkəs elan olundu və Azərbaycan Respublikası ondan sonra başladı ki, həm torpaqların inkişaf eləməyə, həm də ordumuzu gücləndirməyə. 30 il işğalda olan torpaqlarımızı Ulu Öndərin siyasətinə və onun davamçısı olan proqramını yerinə yetirən, hətta cənab prezidentimiz deyir ki, baba nəsihətini yerinə yetirən Müzəffər Ali Başkomandanımız və prezidentimiz cənab İlham Əliyev bu müharibəyə son qoydu, torpaqlarımızı işğaldan azad elədi və bugün də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlillərimizə, qazilərimizə can sağlığı versin. İndi Azərbaycan dünya miqyasında tanınmış bir müzəffər ordusu olan bir ölkədir. Cəmal, deməli biz bilirik ki, Ağstafa rayonu ziyalılar, böyük dahi şəxsiyyətlər yurdudur. Mərd oğlanlarından, belə ziyalılarından həmişə biz öndə gedən rayonlardan biri olmuşuq. Bizim Ağstafamızın ziyalılarından olan Telman Qəhrəmanov müsahibə zamanı mənə bildirdi ki, bəs biz bilirik ki, rayon ictimaiyyətinə məlumdur ki, 1-ci Qarabağ savaşında Telman Qəhrəmanovun şəhidlərimizə və qazilərimizə həsr olunmuş kitabı çap olunmuşdu və sonradan onunla səmimi görüş zamanı və rayon ictimaiyyətinə də məlum idi ki, 2-ci Qarabağ savaşı 2020-ci il 44 günlük vətən müharibəsi şəhidlərinə də həsr olunmuş kitabda çap olunacaqdı. Amma nədənsə o gecikdi, ləngidi və müsahibə zamanı belə xoşa gəlməz bir fikirlər səslənildi ki, məhz bəzi şəhid ailələri nəinki mənəvi cəhətdən dəstək, hətta narazılıqları belə olub. Yəni bu məsələdə sizin də xəbərinizin olduğunu qeyd elədi. Ona görə də mən istəyirəm ki, sizin özünüz tərəfindən açıqlamanı eşitsək daha yaxşı olardı. Bu barədə çox xahiş edirəm, məlumat verərdiniz. Nə məsələdir? Qəhrəmanov Telman həqiqətən də
bizim Akstafamızın ziyalılarından biridir. Hətta o, Birinci Qarabağ Savaşında döyüşmüş bir müharibə veteranıdır. Batarya komandiri olubdur. Həqiqətən də Qəhrəmanov Teomanın mən bilən 16-ya yaxın kitabı var. Yazıbdır, şairidir, yazır, normada qarşılanır. Hətta Birinci Qarabağ savaşçıları, şəhidləri, qaziləri barəsində bir ensiklopedik bir kitab da Akstafaya üzrə Qeyrət Yurdum Azərbaycan kitabı da nəşr elətdirib, onun müəllifidir. Bu bir onu eləməkdə gələcək nəsilə bir yazı qoyur ki, Azərbaycan Respublikasını, dövlətimizi qoruyan insanlar, Akstafa vətəndaşları bunlar olubdur. Və o bu yazıçılıq, bu yaradıcılığını 65 yaşı tamam olur deyən sona qoymaq istəyirdi. Ondan sonra yazmayacağım dedi. Və bizə müraciət elədi ki, biz də birliyik, hamı da bilir ki, Qarabağ Əllərinə Qayğı İctimai Birliyi Astava rayonunda 2019-cu ildən pandemiya devrindən təsis olunmuşdu. Ümumiyyətlə, rayonumuzda 450 nəfər üzvümüz var. Orada şəhid ailələr şöbəsi var bizdə, əlillər şöbəsi var. Və biz də çalışırıq ki, bir rəhbərlik etdiyimiz, hətta mən tək deyirəm, bizdə idarə heyəti, nəzarət təftiş komissiyası çox məhsul işləyir bizdə. Onda rəhbərlik edən, bayaq adını çəkdiyim Kapitan Kərimov Telmandır, keçmiş batalyon komandiri. Bir əl-ələ verib qazilərin, şəhid ailələrinin problemlərindən məşğuluq və bizə müraciət elədi ki, Qəhrəmanov Telman ki, bəs mən istəyirəm ki, son yazımı 44 günlük müharibəsinin şəhidləri barəsində kitab nəşr eləmək istədi və bu barədə indi biz hamı bilir ki, kitab nəşr olunanda bunun sponsoru lazımdır, maliyyə cəhəti lazımdır. Biz də birlik olaraq Telman müəllimlə məsləhət elədik, Kərimov Telmanla, bizim nəzarət təftiş komissiyası sədri. Dedik ki, siz yazarsınız, biz də maliyyə dəstəyini taparıq, həll eləyərik. Kitab ərsəyə gələr və bu da bir gələcək nəsil üçün bir maarifləndirici bir mövzudur ki, məktəblərdə, evlərdə hamı oxusun ki, belə bir şəhidlərimiz var. Bu tarixi bir yazı olsun. Bu üçün də mən müraciət elədim öz şəhid ailələri şöbəmizə. Hansı ki, biri mənim müavinimdir, orada Murtuz müəllim, orada bizdə şəhid ailələri üzvlərimiz var. Və onlara müraciət elədim ki, sizin şəhid ailələri qrupunuz var da, hansı ki, orada mənim təklifimi irəli sürün, hətta səs atdım. Səs atdım, o səsi o qrupda yayınladılar ki, belə bir fikrimiz var. Biz sizin balalarımızı, sizin qardaşlarımızı, sizin necə deyimi, həyat yoldaşımızı, orada hər bir insanlar var da o qrupda və balalarımızı, şəhidlər ümumiyyətlə hamımızın şəhididir. Bütün Azərbaycan xalqının şəhididir. O bir tək həmin evin şəhidi deyil. Biz əlimizdən gələni eləmək istəyirik ki, onun üçün olsun, o şəhidlərimiz, Akstava şəhidlərimiz tarixə düşsün. Bir-iki gündən sonra mənə məlumat gəldi ki, bəziləri orada şəhid ailələrindən, hətta mən onu irad kimi deyirəm də, bilirsiniz, qəbul edilməz bir şeydir ki, kitab yazılanırsa bizə nə verəcəklər? Vallahi bizə davamımızın verməyə heç nəyimiz yoxdur. Biz sadəcə o kitabı ərsəyə gətirə bilərik və o kitabın yayımını eləyə bilərik, paylaşımını eləyə bilərik. Və onunla da Qəhrəmanov Telmana, hansı ki yazıcı idi onu, məlumatı verdi, o da həvəsdən düşdü və həmin kitab yazılmadı. Cəmal, yəni bu təəssüf hissi ilə yəni təəssüfdür, təəssüfləndirici bir haldır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu da bir açıqlama oldu. Sonda Cəmal, bizim kanalın izləyicilərinə nə arzu edərdiniz? Yəni sizin fikirlərinizi almaq istəyirəm. Çox sağ olun Şahigimə, bu mövzuya toxunmusunuz və sizi bir Akstafanın ictimai həyatında öndə olan, üzdə olan bir xanımı kimi tanıyıram və sizin həyat fəaliyyətiniz də bəllidir. Elə bir dahi ulu öndər Heydər Əliyev mərkəzində çalışan bir işçisiniz. Siz əsl, necə deyim, vətənə sevgisi olan bir insanların yanında olansınız. Siz Yeni Azərbaycan Partiyasının o hansı ki
formalaşdığı bir ortamda varsınız. Sizin də bax bu mövzulara yaxınlaşmağınız, hətta sizin bundan əvvəl də bloger fəaliyyətinizdə izləmişəm, hansı ki, şəhid ailələrinin yanında olmusunuz, ailələrə kömək eləmişsiniz, maddi və mənəvi dəstəyinizi görmüşəm. Mən sizə indən sonra da uğurlar arzulayıram. Çox sağ olun. Sizin bu kanalımıza da böyük bir uzun müddətli, uzun ömürlü bir tirajlar arzulayıram. Çox sağ olun, çox Sağ olun. minnətdaram, var olun, Allaha əmanət olun. Təşəkkür Sağ edirəm. olun. Sonunda bizə bu çəkilişdə göstərdiyi Saç düzümü və xidmətlərə görə, makyajına görə Lamiyə yaratdığı xanıma təşəkkür şəraitə edirəm. görə Səməd Vurğun Parkında yerləşən ailəvi istirahət mərkəzlərindən olan çay evinin rəhbərliyinə təşəkkür edirəm. Saç düzümü və makyajıma görə də Lamiyə xanıma təşəkkür edirəm.